Xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən tam ödənişsiz halda yararlanacaq. Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılan yeni göz mərkəzinin açılışı olub. Açılış mərasimində təbbin icrası direktoru vəzifələrini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 sayılı şəhər xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və göz mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak edib. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni göz mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron-Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmət təqdim edəcək. Qeyd olunub ki, mərkəz dünyanın aparıcı istehsallanan müasir tibbi avadanlıqları ilə, o cümlədən müasir optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angiografiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, mərkəzdə yüksək dəqiqlikli cərrahiyyə sistemləri və müasir əməliyyatlar mikroskopları quraşdırılıb. Bildirilib ki, mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla ümumilikdə 35 nəfər tibbi və qeyri-tibbi işçiləri vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmət göstərəcək. Səudiyyə Ərəbistanda rezidentura təhsili almış və 10 ilə yaxın bu sahə üzrə fəaliyyət göstərmiş həkim oftalmoloq Leyla Qəhrəmanova göz mərkəzinə rəhbərlik edəcək. O mərkəzin üstünlükləri və burada yaradılan şərait barədə məlumat verib. Yaşıllar. Mesela gözde kan sızma varsa yaşıl ışık daha yaxşı keçir diye onu da sağ olsunlar düşünüp bize böyle bir cihazlar təqdim olunur. Daha dəqiq gelir. Bu alttaki cihazlardan bu daha dəqiqdir. Markörü yana var, sadece Burada bir tane de içeride bir. Dava derman her şey var. Her şeyimiz var. Tecrübatımız yapsın. Paytaxta gedən xəstə sayının və paytaxtın yükünü qat-qat azaldacaq, xəstənin logistikasını asanlaşdıracaq, xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən tam ödənişsiz halda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəkli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişə xəstəlikləri, kataratka, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlər göstərilməsi nəzərdə tutulur. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni göz mərkəzi istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxtda üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yaranmalarına geniş imkan verəcək. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.